yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi duracağa yerləşdirilir. Normativ tələb pozulmaqla avadanlığın quraşdırılması 96.1.5. Hə. Sonra orada qeyd olunur ki, xüsusi çox avazlı səs quraşdırıldıqda, belə deyək, FIFA siqnal quraşdırıldıqda. O da avadanlıqdır. Siqnal özü yox, siqnal cihazdır. Onun bloksuz işləmir axı. Ağızla füləməyəcək ki, onun bloku var. Qeyd olunur ki, örtüklər çəkildikdə qanunla qadağan olunmuş örtüklər, yəni plyonka çəkirsənsə və qeyd olunur və bu nasazlığı yerində aradan qaldırmaq mümkün olmadıqda, orada deyir, yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi duracağa yerləşdirilir. Hətta FIFA siqnalıdırsa onu müsadirə eləyirlər. Əgər FIFA siqnalı, oja 342.9 baxır, konkret müsadirə olunur. Konkret. Əgər sən məsələn FIFA siqnalı quraşdırmısansa, bunun cəriməsi 500-800 manat arasıdır. Yol polisi saxlayır, aşkar edir ki, və sən siqnal vermirsən, bu da eşidib ki, səndə FIFA siqnalı var. Sən deyirsən ki, mən yerində bunu aradan qaldırıram. Okey, aradan qaldırırsan, yol polisi bunu götürür səndən, cərimə yazır, sən də gəlirsən iş vindalıca. Amma 500 manat cərimə yazılır, yəni hələ belə getmirsən.